Gəncədə məclisdə ya. Bir yaşlı kişi oturmuşdu. Atadan da orada meyxana deyildi, anadan da. Mənə bir dənə qayıtdı, dedi, həmin yaşlı kişi ki, dedi, Məşdağılı balası. Bunu meyxana ilə deyirsiniz də, bütün şairlər də yazır. Ata belə, ana belə. Sən meyxana ilə, qəzəllə deməklə. Sənin aləmində ana güclükdə həyatdır. Kişi, ata da yəni. Dedim, əlbəttə ki, anladım, fikirləşmirəm. Dedi, nəyə görə deyirsən bu sözü? Dedim, bilsən nəyə görə deyir? Biz kişilər dedim, qarnımız ağrıyanda nahat qaçır rəhətxanaya. Ancaq analarımız 9 ay dözür, saxlayır orada, qaçmır. Səndən dastan yazsam yenə az olar. Çəkmisən min əzab, əziyyət ana. Səni görən gözlər, heyrətlə bala. Başın çox çəkibdir müsibət ana.